Bilirəm, çox adamın xoşuna gəlməyəcək, bilmirəm sizin münasibətiniz necədir. İslam dini Türk millətinin başına gəlmiş ən dəhşətli bəladır. Türk milləti İslam olmayanda millət kimi milləti. Bugün bir-birimizi qırırıq biz. Türk Özü milləti. fikir verirsiniz. Bəli, elə o İranın özünün hücum elədiyi ölkələr, hamısı İslam ölkələri. Hamısı İslam ölkələrdir. Üstə gəl də, qardaş Türkiyədə böyük bir kəsim Azərbaycana düşmən kəsdir. Nəyə görə? İslama görə. İslama görə, bəli. İslama görə. Xüsusən də bu şiəlik məsələ. Hə. Yəni Azərbaycanın özündə içində belə bəlli bir kəsim var ki, dövlətə asi olub, düşmən kəsilib Azərbaycan dövləti. Nəyə görəymiş? Şiəliyə.